Salam dostlar, xoş gördük sizi. Mən bu gün sizə Niderlandın Getor'da olan gözəl bir köyü, kəndi sizinlə tanış edelim istedim. Bu kənd o kadar gözəl, o kadar hoşuma gitti ki, anlatamam sizlərə. Yəni bu kənddə maşın girişi yoxdur, yasaqdır. O yüzden tekne ya da piyada burada devam ettirmeniz lazım. Biz tekne kiraladıq 20 euro karşılığında saatlik ve yolumuza devam ettik. Burada da gördüğünüz kimi herkes tekne kiralamış, adamlar çok, turistler çok. Kənddə yaşayış var zaten, yaşayış olsa belə də burada dediğim kimi maşın yolu yok, velosiped ya teknelerden istifadə olunur. Bu teknelerde sürmeyi 5 dəqiqəyə öyrədirlər. İndi baxır sizin götürməyə. Yəni çətin deyil, biraz bura vurduqdan sonra ya yolları dəyişdikdən sonra alabilir, öyrəşəbilirsiniz. Bizim bir saatte burada tekne yolculuğumuz oldu. Kənd böyükdür. Böyük deyəndə çox da böyük olmayan bir kənddir, amma çox gözəldir həqiqətən. Görürsünüz yerdə nə bir zibil, heç bir şey yok yani, nağıllar, bildiğiniz nağıllar. Evlerin damları çok maraqlıdır yani, ot diyeyim, saman diyeyim, ne adı var onun, onu deyə bilmərəm. Bizim dildə desək Qamışlıdan biz yenə gəlib kiməsə mane olduq. Onlar da 2-3 şikəstə artıq sürə bilmədiyi üçün gəldim, yenə də bax qəza törədirlər, görürsünüz. Yani herkes böyle sürmeyi öğrenecek, ama vaxt keçirməli bir yerdir. Çox gözəl, yəni ki, insanı hər şeydən uzağa aparır. Hem seyahat boyunca, hem sakitçilik boyunca. Yəni kəndin yaşayışı bizim bəlkə təknə ilə ya kənddə 1-2 market, kilsə, dövlət qurumları mövcuddur. Yəni öz başının hallərində olan bir kənddir. Bu da benim yoldaşım, iş yoldaşım. Birlikteydik biz. Yarı tekneden sürdü, yarı ben əkin sahələri. Yəni her ne kadar belə deyim, kimi mən çox kəndlər gördüm, amma bu çox fərqli. Ne kadar görsən deyim, mən bilmirəm. Her yere, her evlerin qabağında belə giriş çıxışları, yataqda pilləkənlər, her şey tahtadan istifadə olunmuşdu, gördüğünüz kimi. Ya da ki, herkesin evinə girəcək böyle balaca qayıq, təknə, hər tür ulaşım bir şeyler var. Yəni buna sadəcə düzdür zaman 2 saatı, biz burada 4 saat olduq, mən bunu 10 dəqiqəyə yerləşdirməyə çalışsam da ne kadar sizin hoşunuza gider gitmez. Bu Rotterdam'dan 180 kilometre aralıdadır. Yolu gitmek çətin değil, yani turist maşınlarıyla, belə deyim, avtobuslarla gitmek olur. Sadece biz ikimiz özümüze birlikte dostumla gelmeye daha üstünlük verdik. Böyle grup şəklində olan səyahət edənlərsə böyle bir təknəyə yığışaraq 8 euro adam başladı, ya təknə sifariş edəsiniz 20 eurodur saatlığı. Yəni kəndi dolanıb gələ bilirsiniz, hər tərəfin açıq və bağlı sahələri görə bilirsiniz. Yollarda təknənin getmək üçün yol hərəkətləri var, yəni ki, sağa giriş qadağandır, ya düzünə hərəkət, onlar da var. Sadəcə zövq almağa çalışır insan, çox şey yapmağa gerek yok. Yani çoxlu turistler de bugün çox idi, hava da çox gözəl idi. Ne kadar anlatsam da bilmirəm, görmədən insan onu anlayamaz. Burada bir açıq sahaya çıxdıq. Bu arada mən Neftçala yadıma düşdü. Neftalılara da salam olsun. Gördüğünüz kimi, yani
bizim dilde zabor olsun, evini gizleden bir şey olsun, evlerin perdeleri yok, zaborlar yok. Yani her şey açık bir şekilde öz hayatlarında olan bir insan var. Yani o kadar turist olmasına rağmen kimse kimese umursamır. Yani herkes öz işinde. Burada bir açık sahədir. Kəndə çıxdıqdan sonra kəndin çöl sahəsinə çıxışdırıb yenidən Təkinəni yerinə qaytarmaq üçün orada 5-ci girişimiz var idi. Oradan girməliyik. Biz xəritə ilə gedirik hər halda. Bu da yine bir dövlət qurumuna oxşuyur. Çünki sahənin ortasında fərqli bir yerdir. Təkinəni verdikdən sonra biz ayaqla yürüməyə üstünlük verdik ki, biraz da ayaqla gəzib daha yaxından bunları sizlərə göstərə bilim. Yollar belə dar, ensiz, amma çox səliqəli, çox təmiz. Evə girişlər görürsün yenə dediyim kimi. Belə. Yəni bir cənnət, kiçik bir cənnət, hələ biraz yaşıllaşmasına belə deyək, bir ay sonra daha gözəl ola bilər. Amma hər zaman yaşıl olacaq bu, belə noyabr, dekabra qədər burada yaşıllıq hər zaman olur. Yayı qışı yoxdur. Çimənləri yaşıllığı çox istosu olmadığına görə, yağışları çox olduğuna görə hər zaman yaşıl görsənir. İndi yazın gəlişi. Damları da görürsünüz. Nə evlər şirin, küçük. Bir çox filmlər burada çəkilmişdi, bu kənddə çəkilmişdi. Yəni burada baxdılar, suyun gözəlliyi, yəni insana rahatçılıq verən bir yer. Necə deyim? Siz özünüz baxsaz daha rahat. Özünüzü sadəcə təbiətə buraxıb burada dincəlməməniz lazımdır. Əgər Hollandiya, Niderland tərəfə varsınızsa, bu kəndə gəlinməyinizi məsləhət görərdim. Yəni böyük xərci də yoxdur, deyim ki, böyük siz fərqli yerə getdiniz, burada turist gəlib daha çox, daha bahalı olacaq, belə bir şey yox. Yəni biraz çox az cüzi fərq var qıraq marketlərlə burada, belə deyim. Sadəcə burada nə gəlib içəcəkdir, qəhvə içə bilərsiniz, su içə bilərsiniz, nə bilim, hər hansı bir yemək var. Yəni bir-iki burada kafe, restoranları var. Bu da bunların kilsəsidir. Yəni kənd balaca olsa da hər kəndin öz kilsəsi var. Burada mən eğer hoşunuza getdisə, eğer bəyəndiysə, bunu mən bu 9 dəqiqəyə sığdırmaq istədim. Yorumlarınızı bəkləyərəm. Gələn görüşlərdə sizə daha fərqli bir kəndi, daha fərqli bir dövlətin toponluğa girmiş dövlətin bir kəndini sizə göstərəcəm. Bu Avropanın onluğuna girmiş kənddir. Yəni ki, çox sakit, çox gözəl. Sizinlə mən sağollaşıram və sizi yorumlara dəvət edirəm. Kəndini necə gördünüz, nə hisslər keçirdiniz? Yorumlarınızı yazmağı unutmayın. Əgər baxdıqsa, sonucudan baxdınızsa, bir nöqtə, bir vergül, nəsə yazmağı unutmayın. Öncədən təşəkkürlər.